Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizə elə iki şey buraxıram ki, əgər onlardan möhkəm yapışsanız, məndən sonra heç vaxt həlak olmazsınız. Heç vaxt zəlalətə uğramazsınız. Kitab-Allahi və sünnəti, Allahın kitabı və mənim sünnəm. Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi deyəndə nə nəzərdə tutulur? Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi sözlər, etdiyi əməllər, əmr və qadağaları. Bunlar hamısı sünnə adlanır. Gördüyünüz bu işi təkfirçi Vahabi orada bir hədis dedi. Və dedi ki, Həzrət Peyğəmbərimiz buyurubdur, mən sizin aranızda iki dəyərli şey qoyuram. Onun biri Allahın kitabı Quran-ı Kərimdir, ikincisi isə sünnətimdir, mənim sünnəmdir. Bu bir yalandır ki, bu təkfirçi Vahabi danışır. Əziz müsəlmanlar, bu təkfirçi Vahabilər və həmçinin sünni alimləri çalışırlar ki, Əhl-i Beyt əleyhimussalamın adını itirsinlər, baxdırsınlar. Çalışırlar ki, Əhl-i Beyt kəlməsi hər kitabda gəlibdirsə, onun adını silsinlər. Hal-hazırda müasir zamanda da Ərəbistanı, Saudiyyədə bunlar başlayıblar, elə bir məqalələr yazırlar və Şeyxüş-Şeytan İbn Teymiyyələri kimi elə bir yalan sözlər, uydurma sözlər o məqalələrdə yazırlar və çalışırlar ki, ən səhih hədisləri, mütəvatir yollarla gələn hədisləri ki, məsələn, Səqələyn hədisidir, xilafət hədisidir, mənzilət hədisidir, digər hədisləri ki, Həzrət Əli əleyhissalamın haqqında və onun Əhl-i Beytinin haqqında, Peyğəmbərimizin Əhl-i Beytinin haqqındakı gəlibdir, onları istəyirlər ki, örtüb bastırsınlar və rədd eləsinlər. Yəni, görün bunların nasibiçiliyi nə həddə gəlib çatıbdır. Bu nasibi alimlərin də biri, sünni alimlərindən də biri Əl-Hümeydidir. Bu Hümeydinin kitabının adı, Müsnədül Hümeydidir adı, Əl-İmam Əbi Bəkr Əbdullah ibn Zübeyri Qureyşi Əl-Hümeydi. Müsnədül Hümeydi adlanır bunun kitabının adı. Birinci cildində bu kitabı təhqiq eləyən və hədislərin təxric edən Hüseyn Səlim Əsəddir. Darül-Müğnində də çap olubdur. 11-ci səhifəsində başqa çaplara da baxa bilərsiniz. Deyir ki, və qalə fi həccətil vida. Vida həccində, yəni Peyğəmbərimizin sonuncu həccində Allahın Rəsulu belə buyurdu. Ya əyyuhənnəs, inni qəd tərəktu fikum mə inni ətəsəmtum bihi fələn təzillu əbəda. Kitab Allahi və sünnəti. Allahın Rəsulu buyurdu ki, ey insanlar, mən sizin aranızda bir şeylər tərk edib gedirəm ki, əgər onlardan yapışsanız, heç vaxtda zəlalətə düşməzsiniz. Nədir onlar? Deyir, birincisi Allahın kitabı, Quran-ı Kərim və ikincisi mənim sünnətim, mənim sünnəm. Bunu bu Vahabi də gəlib elə bax bu hədislərə istinad eləyib danışırlar. Amma bu hədislər gəlin görək ki, zəifdir, yoxsa səhihdir. Yalan danışırlar bunlar, yoxsa yox. Əzizlər, həmən bax bu kitabda, elə bax bu səhifənin altında yazıbdır ki, bu hədisi, bax həmən bu hədisi, Kitab Allahi və sünnəti kəlməsi ilə gələn hədisi deyir ki, Əxrəcəhu Müslüm fi fəzailis sahabə. Səhih Müslüm öz fəzailus sahabə bölməsində gətiribdir. İndi baxacağıq ona. Və ikincisi də Müsnədil Musuli, Əbu Yəla Əl-Müsuli bunu öz müsnədində gətiribdir. Rəqəmlərini də deyir ki, 1021 və 1140-cı hədislərdə, bu rəqəmli hədislərdə gətiribdir. Gəlin indi baxaq. Əvvəlcə Səhih Müslümə baxaq. Səhih Müslümdə Darü Tibə tərəfindən çap olunubdur. 1130-cu səhifəsində 44-cü Kitab-ı Fəzailus Sahabə. Bu bölmədə 2408-ci hədisdə bu hədisdə gətirir həmən sözü, yəni Peyğəmbərimiz həmən hədisi buyurur, Səqələyn hədisi. Və ənə tarikun fikum Səqələyn. Mən iki dənə şey, ağır, dəyərli şey sizin aranızda tərk edib gedirəm. Əvvəl olma Kitabullah, onun birincisi Allahın kitabı Quran-ı Kərimdir. İkincisi nədir? İkincisi deyir ki, və əhlu beyti. Mənim əhli beytim. 3 dəfə deyir ki, və uzəkkirukumullahu fi əhli beyti. Çalışırlar ki, bir yalan toxusunlar və Əhl-i Beytin adını batırsınlar. Axı orada adres verir, deyir ki, Səhih Müslümdə bu hədisi gətiribdir. Hanı bəs? Niyə yalan danışırlar bunlar? Bunların düşmənçiliyi Əhl-i Beyt ilədir. Bunlar zahirdə deyir ki, biz Əhl-i Beyti sevirik. Bunlar batinləri şeytandır. Bunlar ancaq istəyirlər ki, Əhl-i Beytin adını batıralar. Gedək indi Müsnəd Əbu Yəla Əl-Müsuliyə görək ki, yenə də oranı adres veribdir. Həmən rəqəmli hədisləri biz gedib oxuyuruq. Müsnəd Əbu Yəla Əl-Müsuliyə gedirik. 297-ci səhifədə 1021-ci rəqəmli hədisə. Həmən orada adres verdiyi. Burada Peyğəmbərimiz buyurur ki, və inni tarikun fikum Səqələyn, Kitabullahi həblun məmdud mə beynəs səmai vəl ərz və itrəti əhl-i beyt. Yenə də Həzrət Peyğəmbərimiz burada deyir, mən sizin aranızda iki dəyərli şeyi buraxıb gedirəm. Birincisi Allahın kitabı, ikincisi itrətim əhl-i beytim. Gəlin o biri rəqəmliyə baxaq. 1140-cı rəqəmli hədisə də baxırıq. Burada yenə də elə 376-cı səhifədədir bu da. Deyir ki, mən sizin aranızda iki şey buraxıb gedirəm. O şeylərin biri Allahın kitabı Quran-ı Kərimdir və ikincisi mənim itrətim əhl-i beytimdir. İndi gördünüz, əziz müsəlmanlar, bu insanlar, bu təkfirci topasaqqal Vahabilər, bunlar Əhl-i Beytin düşmənləridirlər. Bunlar Bəni Üməyyə övladlarıdırlar. Necə ki, Bəni Üməyyə neçə illər çalışdı ki, Həzrət Əmir Əl-Mömin Əli əleyhissalamın adını pisləsinlər, Əhl-i Beytin adını pisləsinlər. Hal-hazırda da bunlar elə belə eləyirlər. Hal-hazırda da bunların bu yalanlarını çap edib paylaşırlar.
Danışırlar bunlar. Bu cür çıxıb sosial şəbəkələrdə anlamaz yalanları danışıb və cəmaatı aldadırlar. Əhl-i-Beytdən uzaq salmaq istəyirlər. Amma gəlin bir kitabda sizlərə göstərim ki, bu kitab Allahı və sünnəti kəlməsi gəlməyin zəif hesab edibdir. Onu deyibdi yalandır, bu qondarma bir şeydir, uydurmadır. Şərh-i usul-i etiqad-ı əhl-i sünnəti və cəmaət. Sünnilərin böyük kitablarından biri, doğru, düzgün kitablarından biridir ki, özləri üçün yazıblar. Bunun birinci cildində Darü Tibə tərəfindən çap olunubdur bu kitab. Bu kitabın 88 və 89-cu səhifəsində belə gətiribdir. Allahın Rəsulu buyurdu ki, mən sizin aranızda 2 xəlifə qoyub gedirəm. Əgər onlardan yapışsaz, zəlalətə düşməyəcəksiniz. Kitab Allahı və sünnəti. İndi gəlin görək ki, bu sünnətini burada təsdiq eləyir, yoxsa yox. Bu hədisin altında yazır ki, deyir, sənəduhu zəifun. Baxın, diqqət eləyin. Bu hədisin sünnəti kəlməsi ilə gələn hədis deyir ki, sənəduhu zəifun. Bunun sənədi, bu hədisin, rəvayətin sənədi zəifdir. Niyə? Çünki onun içində Salih ibn Musa vardı və bu Salih ibn Musa deyir ki, qalə fihi Zəhəbi. Zəhəbi deyir ki, Şəmsəddin Zəhəbi böyük ricalşünas sünnilərin, vəhabilərin alimi, ricalşünas deyir ki, bu zəifdir. Yəhya ibn Məyin deyir ki, leysə bir şeyin və la yeştubu hədisu deyir ki, onun hədislərini yazmayın. Başqa Buxari deyir ki, münkərül hədisdir. Hədisləri bunun inkar olunur. Atın getsin bunu. Nəsai deyir ki, mətruçdur bu, tərk olunmuşdur. İbn Ədi bunu deyir və yenə də başqa alimlər bunu məzəmmət edir və deyir ki, bu şəxsən hədis qəbul olunmaz və yalan danışır bu. Qondarma bir hədisdir. İndi siz vəhabilər nə üçün bu yalanları istəyirsiniz, sübut edəsiniz? Nə üçün cəmaatı aldatmaq istəyirsiniz? Biz deyirik, biz sözümüzün də üstündə varır. Siz Əhl-i-Beytin düşmənisiniz, Bəni Ümeyyə övladlarısınız, siz Yezidin, Muaviyyənin soyundan gəlmiş insanlarsınız. Sizin əqidəniz elə Muaviyyə ilə Yezidin əqidəsi kimidir.